Keçmiş və gələcək oxuması. Misal, sizin üzərinizdə keçmiş və gələcək oxuması da edə bilərik. Yəni həm gələcəyi oxumaq olur, həm keçmişi oxumaq olur. Bunu necə oxumaq? Yəni üzündə, simamda, yoxsa ancaq teta dalğasına keçəndə? Teta dalğasında gözümüzü yumuruq. Aha. Var olan hər şeyin yaradanının olduğu səviyyəyə yüksəlirik. 7-ci səviyyə adlanır. Həmin səviyyəyə yüksələndən sonra yaradıcıdan icazə alırıq Aytən xanımın ruhunda oxuma etmək üçün. Sizin üstünüzdə xəstəlik, keçmiş və gələcəyə aid oxumalar edirik. Aha, bunu burada eləyə bilirik. Eləyə bilirik. İndi belə otur eləyə bilirik. Eləyək. Necə istəyirsiniz? Eləyək. Tamam. Neynəmək lazımdır? İndi gözünüzü yumun. Yəni əlimi falan necə qoymalıyam? Rahat olun. Relax. Normal. Bəli. Aha. İndi Aytən xanım, üzərinizdə oxuma etməyim üçün icazə verirsiniz? Bəli. 7-ci səviyyəyə yüksəlirəm. Var olan hər şeyin yaradanı. Ən uca və ən ali şəkildə Aytən xanımın ruhunda, bədənində oxuma etməm üçün icazə istəyirəm. Niyyət edirəm, təşəkkür edirəm. Oldu, oldu, oldu. Demək, sol qolunuzda kürəkdə, yəni ürəyin istiqamətində, kürək qulunc hissədə, aşağıda qadınlıqla bağlı bölgədə və sol ayaqda ağrılar və ya problemlər görülür xəstəlik olaraq. Keçmişə aid oxuma etsək, bir maşındır, uca maşın. Bu maşın ağacın altındadır. Hətta ağac da deyəsən tut ağacı kimi bir ağacdır. Və bu maşının nəysə xarab olub və siz orada onu düzəltməyə çalışırsınız və alınmır. Düzəltməyə çalışdıqca alınmır. Daha sonra gələcəyə aid oxuma eləyəndə yeni bir böyük layihə var və ya bir şirkət var. Orada siz nələrisə imzalamaq və ya anlaşmaq üçün həmin yerdəsiz. Bu anlaşmanı edəndə amma içinizdə böyük şübhə və qorxular var. Qarşı tərəfin həqiqətən doğru deyib deməyəcəyindən qorxursunuz, amma sizə doğrunu deyəcək. Əmin ola bilərsiniz o anda. Yəni o müqaviləni könül rahatlığı ilə bağlaya bilərsiniz. Oxumada bunlar göstərildi. Gözümü aça bilərəm. Bəli. Okay. Deməli, kürək nahiyəmdə, ürəyimdə ağrı var. Bu bizdə tək məndə deyil. Ümumiyyətlə bizim ata və ana tərəfin hər ikisində də infarkt şeyləri həmişə olub. İnfarktdan dünyasını dəyişiblər. Amma qadınlıq orqanımla bağlı, bəli, ondan keçən il müalicə almışam. İndiyənə qədər o prosedur hələ davam edir. Amma maşının nəyinsə düzəltdiyim, məsələn biz Yasamalda qalmışıq. Xartut ağacımız olub heyitimizdə. Heyit evində qalırıq da biz, yəni anamgilin evi heyit evidir. Xartut ağacımız vardı. Xartut ağacının altında atamın maşını həmişə orada olurdu da, həmişə orada olub. Nəysə düzəltdiyim amma yadıma gəlmir. Nəsə orada qalmışdım, yəni maşında. O göstərilirdi. Gələcəklə də bağlı Gələcəklə bir bağlı layihə, isə bir şirkət əslində və var. tərəddüddə olduğum bir durum. Çox, yəni hazırda məsəl üçün o şirkət var. Mən çox böyük tərəddüddəyəm. Hər dəfə məsəl üçün o şirkəti qırmaq istəyirəm. Nəsə amma belə qaydalar mən həqiqətən onlara inanmıram. Düşünürəm ki, problem məndədir. Tərəddüddəsən, amma əslində problem sizdədir, çünki onlar düzü deyirlər. Axı onlar bundan qabaq düz demirdilər. Bilmirəm, nəsə bu səfər doğru dedikləri hiss olundu da. Burada biz yaradıcıdan aldığım bilgini, burada mən orada vasitəçiyəm. Bunu mən demirəm, yaradıcı mənlə deyir. Necə deyir? Bax, ya onu necə aldınız? Amma mən heç nəyi bilmirdim ki, bəli, harda məhəllədə nə var, ağac var, tut var bəli, və harda xəstəlik var. Bunların hamısı yaradıcı tərəfindən ötürülür. Biz bu eğitimi, bu təlimi insanlara öyrədirik. Mən bir söz Yəni siz bu məsələn. təlim alıb siz də oxuma eləyə bilərsiniz. Hər kəs eləyə bilər. Bu videonu izləyən hər kəs.